Salam. Bugün sizin için maraqlı bir əhvalat danışmaq istəyirəm. Deməli, günlərin bir günündə bir Yahudi Amerikada bir şəhərdən o bir şəhərə gedir və gecə vaxtı yol çıxır və elə olur ki, birdən hava pisləşir, möhkəm çovğun olur, göz gözü görmür. Yolda yanında bilmir neyləsin və baxır ki, yaxınlıqda hardasa bir işıq gələn yer varsa, maşını saxlayır və gəlir, görür ki, burada deməli dərvazadan böyük bir həyəti olan bir yerdir. Qapını döyüb, orada dayanan axırana o gözətçi deyir ki, siz kimsiniz və nə istəyirsiniz? Və deyir ki, mənim çoğunda düşmüşəm və bilmirəm nə eləyim, nə tər eləyim və qalmışam belə. Gözətçi deyir ki, gözləyim mən bir dəqiqə buradan administrasiyadan kimləsə xəbər alım və doğrudan da xəbər alır və deyirlər ki, burada bizdə yer yoxdur, sizi başa düşürük, qalmağa yer yoxdur. Amma istəyirsə, kömək eləmək istəyirsə, bir də burada bir nəfər ölüb qalıbdır və onun otağında qala bilərsiniz. Yorğun, bu çoğunda qalmaqdansa və bu vəziyyətdəsə Yahudi razılaşır, deyir ki, mən razıyam həmin o ölünün yanında yatmağa. Deməli, gəlirlər, deyir ki, orada administrator bunlara söhbət edir, deyir ki, burada bir nəfər ölübdür otaqda və sabah onun heç kimi yoxdur. Bugün biz də havanın pis şəraitinə görə onu aparıb yandırmadıq. Sabah aparıb yandıracaq, yəni heç bir kəsi yoxdur. Bunu eşidən Yahudi, yəni bunun üçün o qədər də maraqlı deyil, bu dəqiqə yorğundur, bilmir neyləsin, yəni bunun üçün bir qırıq yatmağa yer olsun. Girir otağa və otaqda həmin o meyit ki harada var, orada uzadıblar, üstünü örtüblər. Burada böyründə bir boş çarpayı olur. Bu da çarpaya uzanır və elə yatır qalır və səhərə yaxın ayılır və birdən otağa nəzər salır və görür ki, burada otaqda çiçit var, kitab var, Tora kitab var və yaxud da sidur var və belə maraqlı baxır və görür tiflin var. Və tez düşür, administrasiyadan soruşur, bu kimdir, nədir, nə dövr? Deyirlər, bu bir nəfər bilmirik. Başa düşür ki, bu Yahudidir. Deyir ki, bəs mən Yahudiyəm, xahiş edirəm, əgər bunu yandırmaq istəyirsə, eləməyin. Yəni, mən bütün bunun xərcini çəkirəm. Mən xahiş edirəm, verin, mən bunu aparım. Mən özüm, bizim adət-ənənədən bunu torpağa bastırım. İstərseniz burada olanlar da sevinirlər, bunun dokumentlərini götürürlər və bunlar bütün sənət nə lazımsa hamısını yazırlar, pozurlar, nə lazımsa edirlər və bu meyti buna verirlər. Bunun da, həmin bu Yahudinin də deməli maşınında yer olur, qoyur bunu, gətirir bunu New York'a gətirir, Xevrə Kadişaya gəlir, deyir ki, bəs mən bura bir ölü getmişəm və sənətləri, hər şey məndə, kimsəsiz bir adamdır. Xahiş edirəm, kömək eləyəsiniz və onu bastırmağa. Və Xevrə Kadişa həmin o yerdə, məsələn, hamı bilir ki, Amerikada çox belə bahadır bastırmaq. Xevrə Kadişa deyir ki, bilirsiniz, burada qiymət budur, belədir, belədir. Və bunu göndərir ki, mən sizə bir məsləhət görürəm, burada bir qəbirstanlıq var, kimsəsizləri orada bastırılır və ora aparasınız. Bunu məsləhət görür və deyir ki, sənədləri verin, biz ora aformut eləyək, həmin o qəbirstanlıqda bastırılsın. Götürür sənədləri baxanda, o adam görür ki, sənədə belə baxır, bir tərəfdən baxır, o bir tərəfdən baxır və deyir, biz özümüz hər şeyi bu qəbirstanlıqda orqanizavat eləyəcək, hər şey eləyəcək. Yəni, bu 1 saatdan sonra, 2 saatdan sonra bunu bastıracaq. Siz də iştirak eləmək istəyirsinizsə, yəni ki, bu işi görmürsünüz. Yəni, heç nə lazım olmadan biz, yəni, aparmağından, maşından, yumaq, zat, bütün nə qədər xərcləri varsa, hamısını biz üzərimizə götürür və eləyəcək. Bu adam sevinir ki, bu xaşiyəmədir. Və burada Xevrə Kadişada olan həmin Rabin deyir ki, siz heç özünüz də bilmirsiniz ki, bura kimi gətirmişsiniz. Və 1 saat, 2 saat ərzində ora minlərlə adam yığışır. Bu da çox maraqlı gəlir ki, kimdir, nədir? Və gətirib həmin adamı bastırırlar və Kadiş oxunur, Aşqaba oxunur, bütün hamısı. Bu
Bu soruşur ki bu kimdir ki bu kadar adam yığışdı, bu kadar rabinler geldi her birinden. Deyir bu adam həmin adamdır ki, neçə illər bundan əvvəl bu dediyim ki, hansı ki kimsəzlər üçün olan qəbirstanlıq onu açıbdı və deyir ki, heç kimi yoxdursa burada bastırılsın. İndi gör nə təsadüfdür ki, bu həmin o qəbirstanlıqda özü gəlib qismət olur. Və bundan biz bir şey öyrənirik ki, kim nə edirsə, yəni Azərbaycanda belə bir söz var ki, nə tökərsən aşığı, o da çıxar qaşığı var. Kim nə qədər yaxşılıq eləyirsə, o yaxşılıq ona qayıdır. Xəstəşəlam kimsə pislik eləyirsə, pislik də ona qayıdır. Ona görə bacardıqca hər birimiz yaxşılıq eləməliyik, bir başqasına kömək eləməliyik. Bu bizim əlimizdən gələn iş olmalıdır. İraçan Bezataşım, hamımız bir-birimizə yaxşılıq eləyək, bir-birimizə yaxşı söz eşidək və hamımızın qabağına yaxşılıq gəlsin Bezataşım. Baruxadan əylə, amin.